Market makerlər kimlərdir? Yəni bunların bazarda işləri nədən ibarətdir? Loru dildə anladım. Market maker sadə insanları, treyderləri qrafikdə iri həcmlərlə, mumlarla aldadıb arxasınca aparan, sonra da müflis edib yarı yolda buraxan adamlara deyilir. Yəni bu insanlar market makerdir. Bazar dilində anlatsaq bunu, market dilində anlatsaq, bu adamlar bazarda likvidliyi yaranmasını təmin eləyir. Balansı qoruyur, yəni qiymət birdən-birə 30% enərsə, onu həmən geri qaldırıb yerinə qoyur, yəni öz vəsaiti hesabına. Yəni market makerin əlində istənilən imkanlar var. İstər maddi baxımdan olsun, istər texniki baxımdan olsun. Traderlər ümumiyyətlə, yəni texniki analizi ona görə bilməlidirlər ki, bax əsas mənim öyrətdiyim də budur ki, yəni ən vacib olan məqamlardan da biri texniki analizidir. Bunu da yüksək səviyyədə öyrədirəm ki, biz market makerin bildiyini bilməliyik. Çünki market makerlər də texniki analizi çox gözəl bilir. Və onlar bilir ki, bu bölgələrdə, dəstək və direnç bölgələrində traderlər reaksiya verəcək. Biz o dəstək direncləri əslində long üçün, short üçün çəkmirik. Yəni əməliyyat açmaq üçün çəkmirik. Market makerin tələni harada qurduğunu çəkirik ki, bilirik ki, məsələn, bütün traderlər də burada dəstək direncləri çəkir. Market maker də orada dəstək direncləri çəkir ki, bu bölgələrdə insanlar reaksiya verəcək. Və bizim də bir trader olaraq, peşəkar trader olaraq işimiz o tələyə düşməməkdir. Yəni, market maker direnç bölgəsində qiymətin qalxdığını, qalxa bilməyəcəyini göstərib, shorta salır qiyməti, bir balaca aşağı salır. Traderlər də bunun short olduğunu düşünür, short açır, yəni yuxarıda likvidlik yaranır, sonra iri bir mumlar yuxarıda stop eləyir. Aşağıda da eyni, dəstək bölgəsində, yəni qiymətin aşağı düşə bilmədiyini göstərir, long gedir, yəni bir balaca qiymət. Traderlər də long olduğunu düşünüb long açırlar və sonda da iri mumdan bunları stop edir. Bizim işimiz bu vəziyyətdə səbirli olub, traderin, market makerin traderləri qazandığı puldan pul qazanmaqdır. Yəni o onlardan pul qazanır, biz də market makerdən qazandığı puldan pul qazanırıq. Yəni o nəticədə bir istiqamətdə qiyməti hərəkət elətdirir və biz də bu hərəkətə daxil olub, yəni əməliyyat açırıq, onun qazandığı puldan pulumuzu qazanırıq. Yəni bu biraz qeyri-adi yanaşmadır, biraz çoxları təəccüblənəcək, amma bazarın işləmə mexanikası budur. O yüzdən də texniki analizi yaxşı, mükəmməl bilənlər bazarı da görür, market makerin də ağlını oxumağı bacarır və bununla da, yəni deyirəm, öz profit nəticəsini daha yüksək eləyir, zərərləri də təbii olaraq ki, az olur. O yüzdən texniki analizi bilmək, bazarı anlamaq deməkdir. Texniki analizi dərindən öyrənin. Bu çox vacib məqamdır. Ondan sonra gələcək, yəni digər məqamlar. Ondan sonra psixologiya hissəsi bu işin 80% olacaq. Texniki analizi biləndən sonra.